Çünki böyük ehtimal ki, müəyyən şərtlərləndir və hələ AFFA-nın özü belə Ayxan Abbasovla bağlı bəlkə də yekun qərarını verməyib. Yəni bu Məndə olan bir məlumata görə sistematik nəsə səhvləri var, problemləri var. Təşkilatlanma məsələlərində problemləri var. Ona görə də həm Rəşid Eyübov da müvəqqəti baş məşqçi olaraq göstərdilər. Ayxan Abbasovu da müvəqqəti baş məşqçi yazıblar. Amma onu ictimaiyyətə açıqlaya bilmirlər ki, necə yəni müvəqqəti baş məşqçi? Çünki həm belə deyə Ayxan Abbasovu sevən kütlə çoxdur. onu gördüyümdə Ondan qorxurlar ki, hə bunu müvəqqəti açıqlasa, müvəqqəti məsələsi deyil. Yəni məsələ ondan ibarətdir ki, məncə yekun qərar verilə bilməyib. Ola bilsin ki, AFFA daxilində də məsələ üçün də fərqli fikirlər var, fərqli düşüncələr var. Ona görə də bəlkə də yekun qərar verilə bilməyib. Və yekun qərar böyük ehtimal yenə də bu 2 oyundan sonra oturulacaq, ciddi düşünülüb bir qərar veriləcək.